Dializ materialları ambarı, patoloji anatomiya binası, keçid məntəqəsi, ambar, avtomobillər üçün qaraj, su ambarından ibarətdir. Prezident İlham Əliyev yeni müalicə diagnostika mərkəzinin açılışında iştirak etdi. Dövlət başçısına məlumat verildi ki, müalicə diagnostika mərkəzində qəbul, hemodializ, konsultativ poliklinika, şua diagnostika, laboratoriya, inzibati, cərrahiyyə, anesteziologiya, reanimasiya, əməliyyat bloku və ümumi sterilizasiya bloku fəaliyyət göstərir. Mərkəzin hemodializ şöbəsində 10 ədəd hemodializ aparatı quraşdırılıb. Bu aparatlar vasitəsilə 60 nəfər böyrək çatışmazlığından əziyyət çəkən xəstələrə hemodializ seanslarının verilməsi mümkündür. Əməliyyat bloku 4 əməliyyat otağından ibarətdir və otaqların hər birində xaricdə istehsal olunan yüksək keyfiyyətli